Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi xalq artisti Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov bir müddət öncə əməliyyat olunub. Uzun müddətdir xəstəxanadan, daha sonra evindən görüntülər paylaşan Dadaşov işinə qayıdıb. O, Xəzər Media Mərkəzindən qolu sarğıda olan fotosunu paylaşıb. Naftalan şəhərində baş verən yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. Hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 və Mercedes markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri 1963-cü il təvəllüdlü Nağıyev hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.